2026-cı ildə borcsuz bir il yaşamaq üçün 7 üsulu sizdən bölüşəcəm. Videonun sonuna qədər izləyin, dostlarınıza göndərin ki, onlar da faydalansınlar. Başlayıram. Birinci, kredit kartlarınızı ləğv edin. Kredit kartları sizə rahat pul xərcləmə vərdişi yaradır və sizin hər zaman borclu olmanıza gətirib çıxarır. Buna görə kredit kartlarınızı ləğv edin mütləq. 1-2 ay sıxıntı çəkəsiniz, sonra isə artıq öyrəşərsiniz kredit kartsız yaşamağa. İkincisi, maaşınızdan hər ay 10%, 20% yığıma yönləndirin. Bu yığım vasitəsilə sizin heç olmasa il ərzində baş verə biləcək hər hansı bir işsizlik, baş verə biləcək hər hansı bir tibbi problemlər və ya da fövqəladə vəziyyətlər üçün vacibdir, nəinki kimdənsə borc götürmək. Üçüncüsü, gəlirinizə görə xərcləyin, istəklərinizə görə yox. Necə deyirlər, yaxşı bir atavar sözü var, ayağınızı yorğanınıza görə uzadın. 4. Xərclərinizi mütləq yazın və büdcə planlaması aparın. Xərclərinizi yazmadan siz hansı ayda, nə vaxt, nə üçünsə lazımsız xərc elədiyinizi görməyəcəksiniz. Xərclər yazmaqla bunlar açıq-aşkar sizin qabağınıza çıxacaq və siz büdcənizə daha yaxşı nəzarət edə biləcəksiniz. 5. Maaş artımı, bonus və yaxud evdən hansı bir əşyanı satdınız, oradan götürdüyünüz pulu heç vaxt xərclərə yönləndirməyin. Onlar sizin üçün yığıma getsin və bu yığımda sizin üçün bayaq qeyd etdiyim kimi fövqəladə fondunuzu formalaşdıracaq. Bundan da kimdənsə borc götürmək əvəzinə bu fonddan özünüz pulunuzu götürə bilərsiniz. 6. Əgər kartla ödəniş edərkən pullarınızı doğru formada idarə etməkdə çətinlik çəkirsinizsə, mütləqdir ki, kart ödənişlərinizi ləğv edin, nağd ödənişlərə keçin. Çünki nağd ödəniş elədikdə siz artıq pulu daha yaxşı hiss edirsiniz və pullarınızı daha qənaətlə istifadə edəcəksiniz. Və sonuncu, 7-ci üsul, yeni gəlir mənbəyi yaradın. Bacarığınız, usta olduğunuz istiqamət hansıdırsa, o sahə üzrə daha da peşəkarlaşın və ödənişli işlər görün. Kiçik biznes ola bilər, kimlərəsə hansı bir xidmət ola bilər. Bu formada siz heç olmazsa illik gəlirlərinizə bir dəstək göstərə bilərsiniz. Video faydalı oldusa dostlarınıza göndərin ki, onlar da faydalansınlar və hər kəsə 2026-cı ildə borcsuz bir həyat arzulayıram.